gördünüz siz. Dünənki günün önəmli hadisələrini biz təqdim elədik. Gündəmi müzakirə elədik. Bilmirəm, siz baxdınız, baxmadınız. Uşağa iş düşəcək deyəndə, təbii ki, indi o ilə bağlı addım atılacaq da. İndi güllələmə hadisəsi var. Müəllimənin vəziyyət ağırdır. Hələ bilmək olmaz bundan sonra necə olacaq vəziyyəti, ona görə o qısa baxdım. Bəli, Zəhra xanım. Təhdid varsa müəllim güllələnməlidir. Yox, evdən işləmirəm Vüqar bəy, sadəcə canlı yayımı evdən açıram. Niyə? Çünki statistika düşür. Aktivlik səhifəni ona görə açıram. Hələ ki, son xəbərlər bundan ibarətdir, bu ilə bağlı. Makyajsız gözəlsiniz, çox sağ olun. Çox sağ olun Zəhra xanım, var olun. Orada artıq biz canlı efirlərdə başlayacaq. Demirəm, sadəcə orada texnika qurulur, studiya qurulur, o da biraz zaman alır. Məktəblər ağ edib, şagirdlər icazə alıb hazırlığa gedirlər. Siz istəməyən olsun, sizi sevirik, mərdüləklə bacım. Çox sağ olun İrina xanım. Yox, ölməyib. Doğrudan sizin ürəyiniz gözəldir. Ölməyib, amma vəziyyət ağırdır deyilər. Rəqsanəni bağışladınız siz Allah. Mən bağışladım deyə bir söz deməmişəm. Nə deyir bu? Bəkir qızı 313 fərəc. Bəkir qızı de, balam ölsün, mən İslama qarşı təbliğatların müqabilində pul almıram. Ay Allah, nə günə qalmışıq ya Rəbbim, nə günə qalmışıq. Aha, deyin fərəc. Mən burada başımın üzərində Quranım var və diqqətinə çatdırım. Mən izləyicilərim bilir, 10 il namaz qılmışam, izləyicilərim bilir. Sonra bir sayta dəvət aldım mən. Qatı şeylər imiş saytda, mən də bilmirəm heç. Mən də möhürsüz qılıram namazı, çünki mənə elə öyrətmişdilər. Qatı şiyələr idi, onlar gördülər ki, mən namaz qılanda möhürsüz qılıram və dedilər ki, Səidə xanım neçə ildir namaz qılırsınız? Dedim ki, 5 ildir. Dedi, namazlarınızı yalandan dedi, əyilib durmusunuz siz. Yenə də deyirəm, çox qatı şiyələr idi onlar. Dedim ki, niyə? Dedi ki, bəs möhürsüz qılınan namaz qəbul olunmur. Sizi alladıblar, siz yalandan 5 il əyilmişsiniz, durmusunuz. Dedim, düzgününü öyrədin mənə. Dedi, düzgün möhürlə qılmaqdır. Keçdim möhürlə qılmağa. Sonra gəldim mamam gilə. Mamam gördü ki, möhürlə namaz qılıram. Mamam dedi, bala, dünən möhürsüz qılırdım bugün möhürü. Dedim, mama, qıldığımız namazların hamısı uçub havaya. Dedi, bala, niyə? Dedim ki, hə. Mən dedim, şiyələrlə işləyirəm. Onlar deyir ki, qıldığın namazların hamısı uçub havaya. Mamam dedi, can balacan. Hələ sünni şiyə qərar verə bilmədi də ki, möhürlə qəbul olunur, möhürsüz qəbul olunur. Ondan sonra başladım dəqiqləşdirməyə, araşdırmağa. Sünnilər dedi, şiyələrin qıldığı namaz qəbul olunmur. Şiyələr dedi, sünnlərin qıldığı namazı qəbul olunmur. Sonra qərar verdim, bir gün sünni namazı qılım, bir gün də şiyə namazı qılım. Sonra da dedim ki, axı belə namaz olmur. Ya bu möhürlü olmalıdır, ya möhürsüz olmalıdır. Mənə də öyrədən Məkkədə necə qılınırdı, elə öyrətmişdi ki, Məkkədə möhürsüz qılırlar. Onun da sualını verdim. Dedilər ki, Məkkədə torpaq tərtəmizdir, ona görə də möhürsüz qılırlar. Sonra dedim ki, ay Allah, bu elə bir düzgün olmayacaq. Bir gün möhürlə, bir gün möhürsüz, bir gün möhürlə, bir gün möhürsüz. Sonra başa düşdüm ki, 313 fərəc deyirsiniz, de balam ölsün, mən İslam əleyhinə kampaniya aparmaq üçün pul almıram. Birinci, görün sizin beyninizi nə qədər yuyublar ki, siz elə gəlir ki, mən İslam dininə qarşı mübarizə aparıram. Mən İslam dininə qarşı mübarizə aparmam. Bax, mən sizi kimi beyni yuyulanlara qarşı mübarizə aparıram ki, sən Peyğəmbərin deyir ki, birisini and içdirmək üçün denən ki, balam ölsün filan şey eləmirəm. Denən ki, Məhəmməd Peyğəmbər bəli, belə buyurur. İslam dinindən danışırıqsa, adi bir sual verim. Denən ki, Məhəmməd Peyğəmbər buyurur ki, səninlə razılaşmayan adamın balasının ölüsünə and ver. Nə bilim, pis-pis söyüşlər söy. Məhəmməd Peyğəmbərin belə, yəni,
Cümlələri olmuyor, fikirləri olmuyor. Ümumiyyətlə Allah Taala deyir ki, dinin özündə də məcburiyyət yoxdur, amma siz məcbur edirsiniz ki, mütləq mən sizin əqidədə olmalıyam. Siz özünüz ağılda olanların uydurduğu kitabın zibilinə düşmüsünüz. Axarına demirəm, amma zibilinə düşmüsünüz və düşdüyünüz zibildən çıxa bilmirsiniz. Mən dinimi gözəl bilirəm, mənim dinim İslam dinidir. Mənim Peyğəmbərim Məhəmməd Peyğəmbərdir. Mən Allahın nazil etdiyi Qurana inanıram. Sənin ağalarının öz beyinləri ilə uydurduqları kəlama filana inanmıram. Hətta o Qurandır belə, ona da yəni insan əli dəyibsə, hansısa şəkildə onu da dəyişiblər. Ola bilməz ki, bu insan əlindən keçsin və Allahın buyurduğu olsun. İndi mən İslam dininə zid gedirəm, yoxsa sizi kimi başı boşları ayıltmağa çalışıram. Bunlar bir qədər fərqli şeylərdir. Məsəl üçün, siz İslam dinində siz başqasını söyə bilirsiniz açıq-açıq. Dininiz sizə söy təhqir elə demir. Başqasının balasını öldürə bilirsiniz. Başqasına təhdid eləyə bilirsiniz. Məsəl üçün, indi 313-lərdən biri dedi ki, bir gün bir kişi çıxıb səhərdə güllələsəydi, o kişi sizsizsə, siz çıxmayacaqsınız. Bundan çox əmin ola bilərsiniz. Yəni, çıxmayacaqsınız. Çünki 3 ildə eyni şeyi yazırsınız mənə. Hələ biriniz gəlib qabağıma çıxmamısınız ki, məsələn, sən dindən nə istəyirsən, əgər mən dindən nə istəyirəm. Mən birinci dinə nifrətim olsaydı, mən Hacı Şahini dinləməzdim. Hacı Ramini dinləməzdim. İndi mən şiyələri deyirəm də. Yəni ona görə siz olar ki, bir qədər peyini çıxardıb beyin qoyasınız və düşünəsiniz ki, siz nə danışırsınız? Özünə həci, hücü, məci, bücü deyənlər, o saqqallı-maqqallı qaqaşlar ancaq söyüş yazıb adam təhqir eləyirlər. Mən də deyirəm, dediyiniz din odursa, olmaz olsun o din. İndi də deyirəm, indi də üzərində dururam. Din təhqir öyrətmir. Din insana sayğı öyrədir. Din insana hörmət öyrədir. Hicab məsələsinə görə sizə elə gəlirsə ki, mən dinə qarşı çıxıram. Yox, burada da görürsünüz, yenə də peyin danışır sizin yerinizə. Mən hicaba qarşı çıxmıram. Mən deyirəm ki, orta məktəbdə uşaqlarınızı niqaba bürüyüb cəmiyyətdən ayırmayın. Qoyun orta məktəbi bitirsinlər. Sonra qərar versinlər ki, onlar bağlanmaq istəyirlər, yoxsa bağlanmaq istəmirlər. Siz maskalanırsınız din adı altında və övladlarınızı məcbur eləyirsiniz. Bugün niyə sizin övladınız belə psixoloji sarsıntı keçirib büzüşüb durmalıdır qıraqda? Hamı normal məktəb paltarında gəlir. Siz niqaba bürümüsünüz. İkinci sinif uşağın gözü görsən. Niyə ikinci sinif uşağın? Biz Ərəb ölkəsində yaşayırıq. Ərəblər hoqqa verirlər, gəlib bizim ölkədə. Öz ölkələrində də geri qalmırlar. Yəni, Ərəb qabağa gedir. Ərəblərin kasıbı bizim milyonçumuz. Ərəb qabağa gedir, biz dala gedirik. Ərəb qabağa gedir, biz dala gedirik. Sizin probleminiz ondan ibarətdir. Bilmirəm sizin başınıza hansı şəkildə doldururlar. Sizə necə təsir göstərirlərsə, o mənə çox maraqlıdır. Mənə niyə o təsiri göstərə bilmirlər? Hətta qorxuzular, hətta qorxu gəlirlər. Ki, mən onlar kimi düşünüm. Yox. Sadəcə sizin beyninizi necə yeyirlərsə, o mənə maraqlıdır. İndi mənim dediyim sizcə dinə qarşı olmaqdır, yoxsa sizi kimiləri ayıltmaqdır ki, başqasının fitvasına getməyin. Ağam fətva verdirməyin. Ağam kimdir sən? Ağam yaşadır burada sən. Sizi yaşadıra bəli, çünki siz məbləğ alırsınız. Ona görə də deyirsiniz ki, de balam ölsün, heç kimdən heç nə almıram. Siz əqidənizi pula satırsınız, ölkənizi pula satırsınız. Hələ heç kim deyə bilməz ki, mən kimdənsə bir qəpik almışam. Vallahi də, billahi də yəni. Ona görə siz biraz belə özünüz kimi düşünməyin hər kəsi. Allah mənim o gün canımı alsın ki, sizi kimi kimsə beynimi yuyacaq və bu ölkənin əleyhinə işləyəcəm. Allah o gün mənim canımı alsın. Sizin dediyiniz din söyüş dinidir, təhqir dinidirsə, bizim dinimiz o deyil. Bizim dinimiz İslam dinidir və yenə də deyirəm, kitabı da başımın üzərindədir. Oranı neçə dəfə oxumuşam. Siz mənə söyəndən sonra bir daha keçdim üzərindəki. Bəlkə Allah deyib haradasa belə pis-pis söyüşlər filan söymək olar. Mənə görə, məsəl üçün, Nas, İxlas, Fatihə deyilən ağızdan söyüş çıxa bilməz mənə görə. Amma baxıram ki, məsəl üçün, siz daha çox söyürsünüz. Məsəl üçün, Zaur İbrahimzadə. Allahın Quran kitabında başqasına şərat deyə bir şey yoxdur. Məsəl üçün, siz şər atmaqla məşğulsuz. Elə şeylər var da. Ona görə də, yəni, siz Quranda nələr deyilir də, ağavız nə deyilir yox. Siz Quranda nələr deyilir, ona baxın.
Onsuz da başa düşməsiniz, boş-boş danışdım, amma yenə də dedim. Din məsələsinə girişdiyiniz üçün çox hörmətdən düşdü. Nəsim bəy, siz əgər mənə hörmət eləyirdinizsə, yox. Ölkəsini ağasına satan adamın özü hörmətsizdir, ona elə gəlib ki, o hörmətlidir. İkinci ki, yenə də deyirəm, Allahın Quranı qalıb qıraqda, siz onun bunun uydurduğu kitabların dalına düşmüsünüz, özünüz də bilmirsiniz, kimə qulluq eləyirsiniz, nəyə qulluq eləyirsiniz? Cahildirlər də, öyrənə bilmirlər. Peyğəmbərin deyir 2 milyon hədisi var. Peyğəmbər yeməyib içmədən anca hədis deyib. O qədər yalan danışırsınız ki, yəni bir adamın 2 milyon hədisinin olması, belə bir şey yoxdur da yəni. Amma siz o şeylərə inandırırsınız özünüzü. Nə bilim valla. Allah sizə şəfa versin deyə bilərəm. Allah deməyib hicab olmaz. Allah deyib ki, dində məcburiyyət yoxdur. Mən hicab olmaz deməmişim, orada demişim hicab olmaz. Bu probleminiz ondan ibarətdir. Allah deyir ki, şər atmaq olmaz da. Yəni, insanların haqqına girməyin, insanlara şər atmayın. Məsələn, siz konkret şər atmaqla məşğulsunuz. Mən harada demişəm ki, icab olmaz. Deyirəm, icazə verin, övladlarınız, az yaşlı uşaqlarınız öz qərar versin. Deyir, Allah deməyib ki, icab olmaz. Mən nə deyirəm, bu nə deyir, başa düşmürəm. Ərəblər özləri kefdədirlər. Valla burada hoqqa verirlər otellərdə Azərbaycan qızları ilə. İndi bunlar öz aləmlərində dindar olublar. Hünərimiz çatıb ki, bir ərəbin yaxasından tutasınız ki, bizim 18 yaşlı, 16 yaşlı qızımıza niyə toxunursunuz? Ay, dini darlar, hicab deyib, cumursunuz ha üstümə. Gedin tutun bir ərəbin, yaxasından silkəliyin. Din niyə pulla alırsan bizim qızlarımızı? Dində pulla alma yoxdur axı. Dində, nə bilim, naməhrəmə toxunma yoxdur axı. Niyə demirsiniz? Bilirsiniz niyə? Çünki qorxaqsınız. Ona görə demirsiniz. Çünki başınıza elə yiyiblar ki, sizə görə o şeylər, məsəl üçün, siğəni halal deyən birisinə mən nə qədər nəyə anlatsam da mənasızdır. Şəhidi Allah müqəddəs bilir, düzdürmü? Deyir, sorğu sualsız cənnətlə mükafatlandırılacam. Düzdürmü? Qanını yumadan gətirin şəhidləri. Dərgahıma deyir Allah Taala. Bizim şəhidlərimizi ərəblər gəlib təhqir edirlər. Mən hələ bir dindar görmədim. Xomaneyinin şəkillərini divara düzən bir qara çarşablı qadın görmədim ki, getsin yapışsın o ərəbin yaxasından ki, madam ki siz Allahın əmrini yerinə yetirirsiniz. Yaxasından ki, bizim müqəddəslərə niyə toxunursunuz? Şəhidlər bizim müqəddəslərimizdir də. Allah bəlkə elə demir. Yuyulmamış gətirin. Dərgahıma deyir şəhidləri. Bəlkə Allah demir ki, şəhidlər sorğusuz, sualsız cənnətdə müjdələnənlərdirlər. Onlar mənim yanımda qidalanırlar, ruzlanırlar. Bəlkə Allah Taala demir. Necə olur be bizim müqəddəslərə sizin qardaşlarınız, bacılarınız oradan gəlib toxunurlar? Ay, dinidarlar. Görürsünüz səviyyəni. De balam ölsün, İslamı aşağılamaq üçün heç kimdən pul almıram. Görün səviyyəniz nə qədərdir də sizin. Həmişə Pirintusdan aşağı olacaqsınız. Çünki reallığı görmürsünüz. Bunu açırlar, qoyurlar ora və təzdən bağlayırlar və siz onun axarına gedirsiniz. Yenə də deyirəm, belə din qədri bilənsiniz, din təəssübkeşisiniz, ərəblərin əxlaqsızlığının qarşısını alın, deyir, mən oğuldular da Allahın buyruğunu yerinə yetirirlər. Siz öz ağlınızda olanlara belə deyək də, eləyə bilərsiniz belə. Filan kəs belə danışa bilərsiniz də, siz onu mənə deyə bilməzsiniz axı. Çünki yenə də deyirəm, ağası əmr eləyən birisini görmədim ki, necə orada terrorçuya da şəhid deyirlər də. Terrorçunu öldürürlər, deyirlər ki, şəhidimiz filan kəsdir. O, şəhidlə ümumiyyətlə əlaqəsi yoxdur, amma bizimkilər gerçəkdən şəhiddir də, torpaq uğrunda vuruşublar. Allah Taala da buyurur ki, torpaqlarınızı qoruyun. Torpaq uğrunda vuruşublar da. Necə olur, siz Qasım Süleymaniyə yas saxlayırsınız, amma şəhidlər xiyabanına yolunuzu salmırsınız. Necə dindarsınız siz? Bəzisini deyirəm, çox tez-tez şəhidlər xiyabanına gedib orada Yasin filan oxuyan bizim dində olanlar da var. Qasım Süleymani dünya terrorçu kimi tanıyır. Siz Qasım Süleymaniyə görə 40 gün yas saxlayırsınız. Polad Həşimovun məzarının yerini belə tanımırsınız. Hansı dinlə danışırsınız?
Hə? Qasım Süleymanidir sizin generalınız, yoxsa Polad Həşimovdur? Kimdir? Elə belə də gedəcəksiniz, ha? Dəyişməyəcəksiniz siz. Mümkün də deyil dəyişəsiz. O ağasının, Qasım Süleymaninin şəkillərini vuran bu qara çarşablı qadınlar var da, nə bilim birinin adı Rəqsanə filan idi, sonra həbs zad olundu elədi. Onun evindəki şəkillərə 4 dəfə təzdən bir də baxdım videoda. Bir dənə Polad Həşimovun şəkli yox idi. Dünyanın tanıdığı terrorçuları vurmuşdu orada, bir də ki ağasını vurmuşdu ora. Allah Taala deyir ki, vətəninizin xainliyini çəkib başqa dövlətə işləyin. Var orada Quranda elə bir şey. Sənin prezidentin başqasıdır, başqa ölkənin prezidentinə deyirsən ki, ağam, əmr elə, əmrinə hər an hazıram, öl desən, ölərəm, qal desən, qalaram. Quranda elə şey var. Quranda elə şey var, bəlkə var, biz bilmirik. Valla bizim oxuduğumuz Quranda elə şey yazılmayıb. Ona görə də o mənasız şeylərlə ancaq, nə bilim, özünüz ağılda olandan başını doldura bilərsiniz də, yəni o mənim başını doldura bilməzsiniz elə şeylərlə. Hərə öz ürəyinə qulluq eləyir, bəli. Hələ öz ağlı ilə qulluq eləyir, bəli. Burada şiə-sünni söhbət eləmirəm mən. Mən qəti şiə-sünni söhbət eləmirəm. Ümumiyyətlə, siz Allahdan qorxursunuz. Bəli, Allahdan qorxuram deyə mən haqqa girmirəm. Məsəl üçün, siz amma inandığınız Allahdan qorxmursunuz, haqqa girirsiniz, məsəl üçün, şər atırsınız. Siz Allahdan qorxmursunuz. Namazdır, nədir, nə? Hə, indi nə olsun ki, Zeyn? Hə, nə oldu ki? Nə oldu ki? Bambuludlar, ey Allah, and olsun. Xomeyninin törəmələri töküldü. Fikir verin. Başa düşən deyirlər zaten. Zaten başa düşən deyirlər, bəli, düz deyirsiniz. Vallahi nə möhürlə qılıram, nə möhürsüz qılıram. Mən namaz qılmıram. Möhürlə qılanda nə deyəcəm? Deyəcəm, ağam əmr elə. Yox, niyə Orxan deyib doludular burada? Niyə görsənmirlər? Niyə qılmırsınız? Allah soruşanda cavabını verəcəm. Yəni, sən mənim açıqlama verəcəyim adam deyilsən. Mən sənə soruşam, namaz niyə qılırsan, niyə qılırsan? Neyinirəm? Namaz qılıb cəmaata qarğış eləməliyəm, cəmaatın haqqına girməliyəm, şər böhtan atmalıyam. Neyinəm o namazı? Sən Allah. Elm öyrənmək lazımdır. Hə, Quranda birinci oxu deyir. Allah bunlar da şeydir, namaz qılırsan, namaz qılırsan, namaz qılırsan. Ay, bəs deyim də. Elmə bəy, çox sağ olun, var olasınız. Həyatda heç kim düppədüz yaşamır. Ümumiyyətlə, bu həyatda düz yaşamaq mümkün deyil. Bir də ki, insan olan yerdə düz yaşamaq olmur. İdrak liseyində məlumatım var, bəli, məlumat da vermişəm. Müəllimənin vəziyyəti ağırdır, əməliyyat olunub. 27 yaşlı qadın müəllimədir. Hələ başqa son dəqiqə xəbər yoxdur. Son dəqiqə olanda paylaşacağam. Ən yeni məlumatları verdim bayağı canlını açanda. Gülləliyən uşağım. Arxasında kimdir ehtiyatsızlıq adı verildi ki, yox, heç bir ad verilməyib hələ oraya ehtiyatsızlıq. İkincə ki, arxasında heç kim yoxdur. Adam dədəsinin ov tüfəngini götürüb məktəbə gedib. Yəni, arxasında kimsə, biz də dərhal arxa axtarıq ki, görək bunun arxasında duran kimdir. Hansı ata istəyər ki, övladı getsin, kimisə vursun ov tüfəngi ilə?
davranış. Ola bilsin ki, hə deyərlər ki, anlaqsız vəziyyətdə olub. Hə, bu ola bilər. Bu ola bilər desinlər ki, anlaqsız vəziyyətdə olub. Onu gözləyirəm. Deyir, müəllimə atəş açan şagirdi mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi deyir. İndi uşaqların hamısı kompüter oyunu oynayır da, kim oynamır ki? Hə, o məktəbə tüfənglə necə girib? Bəli, ən maraqlı sual odur. Məktəbə necə girib? O maraqlı, mənə də şəxsən maraqlıdır. İmam Hüseyin şəhəri Gəncə Səidəni sevirsə, xahiş edirəm, susun. Liseydə, bəli. Yox, hərbi dərs filan deyil. Yox, hərbi dərs filan deyil. Atasının o tüfəngini götürüb girib içəri. Çox sağ olun, Elnur bəy. Çox sağ olun, siz necəsiz? 19 bıçaq nədir? Of tüfəngi ilə vurur. Bıçaq yoxdur ki. Mənə bir stəkan su verin də, olur. Elnur bəy, çox sağ olun. Adı var da, çay verin. Burada çay içə bilərəm, öldürürəm. Sizdən çox öyrənməliyim. D hərfini yazmalısınız. Materialın üstündə ola bilər, hə, gözümdən ki. Vuran oğlandır, yox, oğlandır. Oğlandı vuran 27 yaşlı müəlliməni güllələyib. O görə yeni detallar nəysə varsa, mən böyük məmnuniyyətlə o detallar haqqında sizə məlumat verim. Görək nə var yeni. Sizi çox sevirəm, mən də sizi çox sevirəm, çox sağ olun. İndirik baş verən liseydə təhsil haqqı nə qədərdir? İdrak liseyi təkcə hazırlıq üçün deyil ki, bəyəmcədə oxumaq da var onda. Məktəbdir, ona görə. Şəhla Kərimova güllələnib 10.000-12.500 manat. İbtidai sinifdə, orta siniflərdə 10.500-16.500 manat. Bu böyük sinifdə 10-cu sinif şagirdidir. 10.500-16.500. Liseyin qiymətləri tədris dilinə, tədris vəsaitlərinə, qidalanma, məşğələlər, müəllim yerli və ya xarici olmasına, eləcə də təhsil pilləsinə görə fərqlənir, deyir. İdrak liseyinin baş direktoru Mönsüm Alışovdur. İdrak liseyinin baş direktoru. Əslən hansı rayondansa? İrəvandanam. Uşağa iş kəsə bilər deyə çətin tərbiyə olunmuş o xüsusi uşaqlar üçün olan kolon var da, orada saxlanıla bilər. Amma ki, indi o yoxlayacaqlar da anlaqsız vəziyyətdə mi olub, hansı oyunun təsiri altında mı olub filan. Elə olanda anlaqsız vəziyyətdə olub da, indi görək. Nə olacaqsa ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq. Zahir Bəxşəliyə uşaqlar da idraka gedir. Müəllimə sağda, amma vəziyyəti ağırdır deyirlər. Necə? Qadın 27 yaşlı cavan da qızdır. Demədilər uşağa. Nə anlaqsız, sadəcə qudurub. Hə, Yaşar bəy, yox, mən ümumiyyətlə deyirəm ki, ola bilsin ki, deyərlər ki, anlaqsız vəziyyətdə olduğunu sübuta yetirmişik. Yoxlayalar, anlaqsız vəziyyətdə olar. Yəni, ola bilər. Sadəcə, of tüfənginin məktəbə keçirilməsi filanı məsələsi var da. Yox, pulu varsa, yaxşı da deyir, pulu varsa anlaqsız olur. İndi hər halda 10.500 ilə ödənişi olan orta məktəbdə təhsil alırsa, demək ki, imkanlı birisinin balasıdır da. Yəni, indi biz o məktəblərdə uşaqlarımızı oxuda bilmək bu təbii bir şeydir. İndi imkanlı bir ailən, amma ki, imkanlı da olsa demək deyir ki, kim istəyir. Amma ki, bir şey var ki, dedilər, müəllim mütəmadi təhqir eləyirmiş onu. Birinci xəbərlərdə elə yazdılar. Ona görə həmin qadın müəlliməni seçib. Amma maraqlıdır ki, elə ödənişli məktəblərdə olanlarda müəllimlər də xüsusi təlimatlandırılır. Ki, yəni, uşaqla necə davransın, necə yanaşsın, neynəsin. İndi 10.000 illik ödəniş belə şey deyil. İdrak liseyində 10-cu sinif şagirdi 27 yaşlı müəlliməsini güllələyib, müəllimənin vəziyyəti ağırdır. Neçə yaşı var uşağın? 16 yaşıdır, 10-cu sinif. Belizar 30 sutkalıq həbs olundu. O səbəb hələ ki yoxdur, Ayla xanım.
Səbəb olanda təbii ki, biz deyəcəyik. Hələ ki, səbəb yoxdur. Bütün saytlara da baxıram ki, o suallara cavab verim. Hələ ki, oyunla bağlı bir məlumat yoxdur olan kimi də. Güllələnən müəllimə yüksək nəticələr göstəribmiş. Bakı Dövlət Universitetinin kompüter elmləri fərqlənən məzunlarından olub. 97-ci il Şəhla Fəqan qızı Kamalova Bakı Dövlət Universitetinin məzunudur. 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib və Kamilova həmin il universitetə daxil olub və kompüter elmləri ixtisası üzrə ali təhsil alıb. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Şagirdin ad soyadı deyilmir yer gəlmişkən, ancaq nöqtələrlə verilir, yəni baş hərflə. Şagird oğlandır, vurduğu müəllimə qadındır. Hadisə yerindən görüntülər də var burada. Görüm həmin liseydirmi? Bəli. Ov tüfəngi ilə burada görüntülər də var. Elə bir şey yox, elə bir şey yox. Sadəcə liseyin qarşısıdır, heç nə yoxdur. Artıq çünki oranı bağlayacaqlar. Bildim hansı liseydir. Bu şeyə gedən, Aynı Sultanlıya gedən yoldakı liseydir. Hə? Ora düşən yolda bu tərəfdə. Yazıq müəllimlər nələr çox. Amma məsələ burasında ki, mən düşünürəm ki, o müəllim ona heç nə eləməsəydi, şagird ona niyə gül eləsin ki, onu da eşidirəm. Ruslardan moddur. Ay Allah, siz Allah, o dəb bizə düşməsin. Amerikada da dəhşət var orada, məktəblərə girib belə güllələmə. Dərnəgül yolundakı, ay sağ olun, mən sadəcə tam deyə bilmədim onu. Rusiyada çox tez-tez belə hadisələr baş verir, ay Allah. Allah qorusun hamımızı. Kliniki tibbi mərkəzdədir, hal-hazırda cərrahiyyə şöbəsindədir. Müəllimə vəziyyəti orta ağır qiymətləndirilir. Görürüm, hardan ürəyindən zaten. Ürəyindən vursaydı, dünyasını dəyişərdi dərhal yox. İdrak liseyidir, bəli. Gör uşaqda nə qədər hirs var. Allah sizi qorusun. Çox sağ olun, Məlahət xanım. Müəllimlər çox incidir. İldəniz bəy, o ödənişli məktəblərdə biraz yanaşma başqadır. Amma yenə də deyirəm, mən bu məsələdə bilmirəm. Çünki detallar məlum deyil hələ. Məsəl üçün, birinci xəbərdə deyildi ki, müəllim mütəmadi təhqir eləyirmiş şagirdi. Birincidə belə bir cümlə ilə keçdilər o materialın üzərindən. Amma yenə də deyirəm, biz detalları bilmirik deyə. Hələ belə deyək ki, o yalandan kiminsə haqqına da girə bilmərik. Liseyin rəhbəri güllələnmədən danışıb. Görək nədir liseyin rəhbəri. Deməli, liseyin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsün Alışov hadisə ilə bağlı danışıb. Hadisə necə olub? Deyir, mən gəlmişəm, buradayam. Uşaq çantasında ov tüfəngi gətirib, ehtiyatsızlıqdan qapını möhkəm bağladı. Möhkəm deyil. Ehtiyatsızlıqdan atəş açıb, şükür Allaha, elə də ciddi xəsarəti yoxdur. Direktor belə deyil, amma xəbər var ki, müəllimənin vəziyyəti ağırdır. 10-cu sinifdə oxuyur, oğlan uşağıdır, müəllimə qadındır. Müəllimənin vəziyyəti yaxşıdır, xəstəxanada da hazırda araşdırma gedir. Əvvəl bu uşaqla bağlı şikayət olub, sualına cavab verir ki, xeyli olmayıb. Həmin şagirdin davranışları normaldır. Bəli, normaldır. Baxın, məktəb direktoru başqa şey deyir. Amma orada xəbərlər başqa şey yazır. Xəbərlər yazır ki, bir neçə gün imiş, onun davranışında belə qeyri-adi şeylər müşahidə olunurmuş. Ov tüfəngini deyir, sumkasında gətirir. Ov tüfəngi balacadır ki, benim sumkaya onu qoymaq olar, bilməm mən. Deyir, liseyin qapısında mühafizə yoxdur. Necə olub ki, həmin silahı içəri keçirir? Deyir, var, ancaq keçirə bilib deyir. Hadisə sinif otağında yoxsa həyətdə baş verir, sinif otağında baş verir. Amma məktəbin direktorunun açıqlamaları tamam başqadır. Məsəl üçün, xəbərlər yazır ki, müəllimənin vəziyyəti ağırdır. Məktəbin direktoru deyir ki, hər şey normaldır. Yəqin ki, bunlar istəyirlər ki, məsələni şişirtməsinlər, böyütməsinlər. Bəlkə də ona görə. Böyük ehtimal ki, məktəb direktoru belə deyir. Bir tərəfdən də müəllimi güllələyən şagirdlə bağlı ilginc fakt üzə çıxdı. Kompüter oyunlarına maraqlıymış şagird. Məktəbin direktoru başqa bir şey deyir. Bu da başqa bir şey deyir. Qatlayıb da, qatlayıb. Ov tüfəngi başlıqdan çıxarmaq olur, deyir. Yəqin elə onu da belə qoyub. Sonra da gedib açıb, düzəldib, tüfəngin başına keçirib, müəlliməni güllələyib. Nə bilim, valla. Biraz belə maraqlıdır. Müəllimə təhqir edilmiş. Birinci xəbərdə bəli, elə yayılmışdı. Çox səhətə şoğan, belə stres yaşayıb. Stres yaşayıb, sinifdə güllələyibsə, dərs keçən də vurub müəlliməyə yəqin.
Nə bilim, sinif uşaqlardadır. Nəcə müdaxilə olunmuyor, bilmirəm ki, o belə. Nə bilim. Proszę Julia bir kaçı, numara kaçacaq. Yox, hara qaçacaq? İllik ödənişi 10.000 16.000 arası dəyişir. Əgər iki cür qidalanırsansa, oradakı müəllimlərin yanına hazırlığa gedirsənsə 16.500-dür, səhv eləmirəmsə. Ödənişi bayaq səsləndirəndə dedim izləyicilərə. Dünya məktəbinin eynidir ki. Hə? Dünya məktəbinin eynidir demək olar. Dünya məktəbinin eynidir. Sinifdə kamera yoxdur, açıb baxsınlar. Yox, niyə yoxdur? Ola bilər ki, yoxdur. Azərbaycan bayrağı. Mən də bu bayrağı Allah bəlağı versin sənə. Mən də bu Versin bayrağı bəlağı. bax belə eləyirəm. Versin Bax mən bəlağı. bu bayraq bu da sizə bayrağı. Mən də bu bayrağı Şərəfsiz. Bayrağınızı atıb ayağının Mən də bu altına. bayrağı bax belə eləyirəm. Bax mən bu bayrağı belə eləyirəm. Qəhrəman Azərbaycan Sizin oğulları. əziz sevimli Şəklini qoyub bayrağınız. video çəkən oğullar. Alın. Bayrağınızı plastik elədi, sonra təsvir doğradı. İnşallah ki o mərdliyi göstərərsiz. Çəkərsiz video xanımla da bağlı. Niyə bir şey deyəcəm? Səviyyəsizdir də. Yəqin ki, hansısa məmur bunu qəbul eləməyib, nə eləməyib. Bunlar da bayrağı alçaldırlar. İnsanlar nə yeyirlər, nə içirlər anlamıram. Baxın. Bayraq bu da sizə bayrağı. Mən də bu bayrağı Qeyrətli vətən oğullarını bax belə. gözləyəcəm. Görüm necə Mən də bu çəkəcəklər bayrağı video buna. Bax belə eləyirəm. Bax mən bu bayrağı belə eləyirəm. Bu sizin əziz sevimli bayrağınız. Gələnlər. Alın. Gündə 9 saat səydədən canlı yayımı eləyənlər. Gözləyirəm görüm. Bayraq qeyrətiniz nə qədər olacaq? Səhifə TikTokdadır. Bəli, TikTokdadır. Mənə göndəriblər. Mən çəkəcəm bunu. Özünü yalançı vətənpərvər göstərənlərin heç biri bu ilə bağlı video çəkməyəcək. Mən indi deyirəm, yadınızda saxlayın. Mən də eləyəm. TikTokdan başım çıxmır. Normal sözümü çatdıra bilmirəm, qalıram. Əsəbi vəziyyətdə deyir sahib xan. Dövlət deyir bunu bağışlamamalıdır. Ya burada yazılmayıb şəhid anası, şəhid anası filan. Bayraq bu da sizə bayrağı. Mən də bu bayrağı bax belə. Mən də bu bayrağı bax belə eləyirəm. Yazılmayıb burada da. Bax Mən mən indi bu bayrağı araşdıracağım belə onsuz eləyirəm. canlını bağlayandan sonra. Yox, mən bağışladım deyə bir şey deməmişim Rəqsanə xanımla bağlı. Bağışlayanda onsuz da mən onun videosunu çəkəcəm və sizin xəbəriniz olacaq. Sadəcə başlıqları yalandan yazdı, yenə saytlar ağzına gələni. Nə olmasından asılı olmayaraq, dəqiq araşdırın deyəndə, nə olmasından asılı olmayaraq heç kimin haqqı yoxdur o bayrağı aşağılamağa, bayrağı o vəziyyətə salmağa. Sənin bayraqla nə işin var? O bayraq uğrunda minlərlə oğul canını verib. Hamısının ürəyinin başındaydı Azərbaycan bayrağı. Şəhid olanının da, yaralananının da, hamısının ürəyinin başında. Sən bayraqla nə işin var? Sənin sözün var. Hansısa məmurla problemin var, tutaq ki, məmurun şəklini qoy. Hə, cırıq-cırıq elə, nə bilim, tutaq ki də, üzünə tüpür. Deyək ki, nə gözəl, görün, necə mərd qadındır. Sən bayraqla nə işin var? Bayraq atmışsan ayağının altına, o tərəfə, bu tərəfə, o tərəfə, bu tərəfə. Tural Məmmədli, deməli, sizin səfərlə bağlı dünənlərim Qazi Ceyhun deyir ki, Səidə xanım. Səfər deyir ki, Səidə xanım mənimlə debata çıxmalıdır. Deyirəm, səfərə kim deyib ki, səfərin leveli o qədər üstündür ki, mən o ilə debata çıxacam. İkincide ki, qadın söhbət eləyən kişi ilə
heç vaxt mən debata çıxmaram. Özünə hörmət eləməyən birisi ilə heç vaxt bir efiri paylaşmaram. Özünə hörmət eləyən olsaydı, çağırardım kanalıma, qəşəng bahalı kameralar altında oturardı, mən sual verərdim, o da cavab verərdi. Kimsə Səfərə deyib ki, yəqin çox danışasan və Səidə xanım da səndən qorxacaq, çəkinəcək, gəlib sənə debata çıxacaq. Ona görə də zəhmət olmasa, ekran kaydını eləyib Səfərə atın. Dünən deyib ki, 9 ekran kaydı atıblar mənə. Dedim, yaxşı eləyiblər, çünki demişdim fanatlarına. Bu ekran kaydını da eləyin, atın ki, Səfər, qanun qarşısında hamının boynu qıldan incədir. Mən hələ sənlə bağlı səbrimi basıramsa, bu demək deyil, bu həmişə belə olacaq. Sadəcə mən özümə hörmət elədiyimdən və Azərbaycan hüquq mühafizə orqanlarına hörmət elədiyimdən sənin kimi adamlarla bağlı onları yormaq istəmirəm və özüm yorulmaq istəmirəm. Vəkil tapmalıyam, faktları atmalıyam, lingvistik ekspertizaya verməliyəm sənin etdiyin təhqirləri. Sən 5 aydır bunu eləyirsən, mən bunu 5 aydır gözəl izləyirəm. Sadəcə hər dəfəsində susuram ki, səndən daha mərdəm, daha qeyrətliyəm, daha özünə hörmət eləyənəm. Məsəl üçün, sən özünə hörmət hələ də eləyə bilmirsən ki, bilmirsən. Şərböhtan yaymaqla məşğulsan, yenə də deyirəm, o qədər heç kimsən ki, mənim üçün. Yəni, saqqal saxlamaqla yaxşı oğlan olmaq olmur, and olsun Allaha. Yaxşı oğlan ümumiyyətlə ulğumundan utanar, bir qadını aylarla müzakirəyə çıxara bilməz və deyir, yaxşı, Səidə xanım mənimlə debata çıxmır, məcburi köçkünlərdən üzr istəsin, onu bağışlayım. Səfər, sən nə vaxt baş prokuror təyin eləyiblər ki, bizim xəbərimiz yoxdur. Sən şərt qoyursan, Səidə üzr istəsin deyirsən və mən ondan əl çəkim deyirsən. Birinci, yenə edirəm, sən mənim üçün heç kimsən. Sən elə bilmə ki, saatlarla Səidə üzərində orada reyting yığırsan, öz ağlında olanları da çəkirsən ora. Səidə etmədiyi səhv üçün heç vaxt heç kimdən üzr istəməyib, bundan sonra da üzr istəməyəcək. Arada get saqqalıva bax güzgüdə. Denən, ay Səfər, sən nə gündəsən? 5 aydır Səidənin şəklidir Səfərdir. Səidənin şəklidir Səfərdir. İndi sən anladın ki, sən mənə heç nə eləyə bilməyəcəksən. Ona görə get kafelvi yapışdır, bir daha deyirəm. Kafel ustalarını salamlayıram yeri gəlmişkən. Get kafelvi yapışdır. Mənim səhvim olanda, mənə hüquq mühafizə orqanları onsuz da cəzalandıracaq. Sən heç narahat olma buna görə. Bir də ki, itirdiyiniz, nə olar, o şəxsiyyətinizi gedin axtarın, tapın da. Şəxsiyyətdə oğlan 5 ay bir qadını müzakirə eləyə bilməz. Yalan böhtan. Qaçqın gəliblər. Birinci nişanlısı Qarabağdan olub. Sən heç utanıb ölmürsən. Saqqalından utanmırsan sən. Saqqalından utandı, o yalandan saxlayırsınız ha, kişi obrazı vermək üçün. Ondan utan ki, sən bir qadın haqqında əlbə hara atırsan, boş çıxır. Deyirsən ki, Səidəgil qaçqın gəlib. Ceyhun Səfərə deyir, Səidə xanım mənə dedi ki, 66-cı ildə atam Sumqayıtda polisdə işləyir. Deyir, 66-da atası gəlib, 88-də Səidə qaçıb. Sən nə gündəsən? Həqiqətən sən nə gündəsən? Birinci, mən qaçqın gəlsəm, bundan utanmaram. Qaçqın gəlmək ayıb bir şey deyil və bunu heç vaxt da gizlətmərəm mən. Sadəcə sənə nə düşüb, ölürsən belə yalan. Onsuz da sənin, belə deyək də, o özünü bomba oğlan kimi göstərmək üçün bir şans düşüb əlbə. O qədər qeyri-ciddi adamsan ki, heç kimsə ciddi qəbul edəmir və sən düşünürsən ki, Səidəni aşağılamaqla göyə özünə IP toplayassan, nə bilim, baxış toplayassan. Amma Səidə ilə bağlı düzgün yazanları səssizə atan oğlan indi görün nə vəziyyətdədir də. Mənlə bağlı kim yazırsa, səssizə atırsan, ancaq təhqir eləyənləri saxlayırsan. Ona görə sən Səidə ilə debatı da yuxuda görəsən, Səidənin üzr istəməyini də yuxuda görəsən. Yenə də deyirəm, get
Kafelvi vur, balalarına halal çörək qazan. Bir də ki, vaxtın olsa, səviyyəvi geri qaytar, bacarsan. O da pulla alınan bir şey deyil. İnan ki, pulla alınsaydı, keçərdim 500-ümdən, sənə bir az səviyyə alıb göndərərdim. Aşağılamağa qalsa elə aşağılayaram səni canlı yayıb açıb. Elə faktlar çıxardaram sənlə bağlı ortalığa. Amma yenə də deyirəm də, mən kişi qızıyam, bir də ki, özümə hörmət edirəm. Sən kimi boş-boş adamlar üçün itirəcək vaxtım yoxdur. Ekran kaydını göndərə bilərsiniz. Səfər deyiləcək kafel ustasına. Kimsə bunu inandırıb bu. 2 dəfə, 3 dəfə Səidənin üzərinə geçsə, Səidə üzr istəyəcək. Güya bunlar şəhid qədri bilirlər. Güya bunlar şəhidə hörmət eləyirlər. Siz gedib öz yanınızdakılara ələ sala bilərsiniz o şeylərdən. O obrazı yarada bilərsiniz. O mənim üçün yarada bilməzsiniz. Amma bir yerə qədər susacam da. Ondan sonra yalvarsan da, sən 100 dəfə üzr istəsən də mən sənə bağışlamayacağam. Bunu da burada deyirəm. Gördünüz də, Rəqsanə xanım da dedi ki, elə eləmə, açım sandığı, töküm pambığı. Sonra üzr istədi, dəfələrlə istədi. Ona görə də ağıllı ol. Həqiqətən ağıllı ol. Mənim səbrimin bir yeri var. Bir yerə qədər dayanıram. Mənim səbrimin bir yeri var. Özvə hörmət elə, mənə ehtiyac yoxdur. Özvə hörmət elə, saqqalından utan. Həqiqətən də saqqalından utan. Görün, Azərbaycan kişisi nə günə qalıb ki, aylardır. Səidə belə dedi, hurre, 5 dənə öz səviyyəsində olan adamı yığır ora, bir dənə də qadın qoşurlar. Bədbəxt, görün bunlar nə gündədirlər. Adlarında kişi qoyurlar. Evə də gedirlər, arvad deyir ki, ərim işdən gəldi. Ərdə bütün günü şər atmaqla məşğuldur. Valla sizin kimisinə ərə getməkdənsə bir ömür evdə subay qalmaq və qız qarmaq ondan daha yaxşıdır. İnanın ki. Səfər sənin haqqında nələr dediyindən... Səfərin özü nədir ki, mənim haqqımda dediyin olsun? Özü nədir ki? Əxlaqa açdığı yayımdan məlumdur da adam. Arvad kimi qeybət edib şər atmaqla məşğuldurlar canlı yayım boyunca. Onun dediyi, yəni nə olacaq? Özü nədir ki, dediyi də nə olsun? Rabitə kollecini bitirmişəm, bəli. Rabitə kollecini bitirəndə nə olur? Bir səhifədə deyirlər, siz Rabitə kollecini qutarmısınız. Nə olur, Rabitə kollecini qutarmaq bəyəm? Başa düşmürəm, haradır ki bu? Rabitə kolleci otel kimi fəaliyyət göstərir, motel kimi fəaliyyət göstərir. Nə kimi fəaliyyət göstərir ki? Kollecidə radio Rabitə, radio televiziya və radio yayım ixtisasını bitirmişəm. Sonra da Anadolu Universitetinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsində, fakültəsində təhsil almışam. Yəni, nə olur ki, Rabitə kollecini bitirəndə? Başa düşmürəm. Rabitə kollecinin nədir? Pis yerdir. Hədə adi kollecdir də. Uy, deyirlər, Səidə şunur daşıyan olub, deyir, şunur dartan olub, deyir. Heç nə biləm. Bir psixoloqun ki, özünə psixoloq lazımdır. Onun özünədir ki, dediyi sözdə nə olacaq? Səidə atan niyə qafandan gəlib deyir, gəlib demir, qaçıb deyir. Çox-çox sağ olun, ay Elnur bəy. Qafanı niyə qoyub qaçdınız, niyə qoyub qaçdınız, niyə qoyub qaçdınız? Ay, dedəm, nə gözəl söz. Qafanı niyə qoyub qaçmısınız? Valla qaçsaydıq, inanın ki, izah eləyərdim. Hətta hardan necə keçmişik, necə gəlmişik. Nətər qovdular bizi. Sadəcə biz qaçmadığımıza görə, ona görə o sualınızı mən cavabsız qoyuram. Valla üzürürsən, yəni. Sözünü niyə dala götürdün? Hansı sözümü? Hansı sözünü dala götürmüşəm?
Şabadin kəndindən. Düşündüm ona. Sən Allah bunu götür atsın sizə. Kimdir ki? Yavaş-yavaş gəlmişsiniz. İndi ki, özləriniz zarafat elədik də bu. Şəhər öz səviyyəsində yazır da səndə. Mən qızışıb zad eləmirəm. Bəkirin qızı olmaram sözü. Başa düşdüm. Nəyə geri götürmüşəm, onu anlamadım. Hicabı niyə bəyənmirsiniz? Niyə bəyənmirəm ki? Kimdir ki, hicabı bəyənmirəm? Mən harada demişəm ki, hicabı bəyənmirəm? Bir cümləsini göstərin görək. Harada demişəm hicabı bəyənmirəm? Elmin bəy, nə bilirsiniz ki, məhkəməyə verməmişəm? Hardan bilirsiniz? Mənim vəkilim siz deyilsiniz bildiyim qədərilə. Çünki vəkilimin adı başqadır. Çox sağ olun, ay yazır. Elə məhkəmə prosesini siz aparırsınız. Mən hələ ki Rəqsanəni bağışladım və məhkəməyə etdiyimiz müraciəti geri götürdük deyə bir şey deməmişəm. Mən bağışlasam da yenə də deyirəm. Onun izahını da burada verəcəm ki, niyə bağışladım. Bağışlayacamsa mən Rəqsanəni bağışladım deyə hələ bir şey deməmişəm. Ona görə də çox xahiş edirəm. Yəni siz atavın nə bilim, qəbrinə and içmişdin, anavın südünə and içmişdin, filan. Mənim atam sağ olsaydı, mənim atam heç vaxt qoymazdı mən o məhkəməyə verim. Heç vaxt qoymazdı məhkəməyə verim. Çünki atam deyəcəkdi ki, öz çəkindəki adamlarla savaş. Hər kəs ağzından çıxdığı kəlmə qədərdir, söz qədərdir. Rəqsani xanıma görə demirəm, amma bunu ümumiyyətlə deyirəm. O heç vaxt qoymazdı ki, yəni adamın danışığı ortada, balam sən ona görə vaxt itirəsən deyərdi. O heç vaxt qoymazdı mən onu məhkəməyə verim. Rafiq bəy, Allah cəmi dünyasında yaşayan valideynlərə rəhmət eləsin. Çünki hər kəs, yenə də deyirəm, öz danışdığı qədərdir. Əxlaqı da, əxlaqsızlığı da, nə bilim, həyat tərzi də, hamısı insanın danışdığı qədərdir. Geyim də bizim kimliyimizi, sözümüz də bizim kimliyimizi. Düzdür, bəziləri ondan razılaşmırlar. Amma həqiqətən də o elədir. Niyə cavab vermirsə, nəyə cavab vermə bilmirəm. Onlardan vaxtda səssizəm. Yəni, üzünü də açıq qoyur. Kimi? Bu VEM 4838 var ya. Görmürəm. Fake profil nə girir yazılır. Heç olmasa özünü hörmət eləsin. Normal səhifə nə girsin yazsın. Fake profil nə girir ki? Kimdir, mən bilmirəm axı. Görmürəm axı mən burada. Dedikoduya qulaq asmadılar. Mən moderatorum, nə bilim. Səni bağışlamayacağım haqqa girdiyin üçün. Bu kimdir? Monster. Valla Monster deyə birisinin haqqına girməmişəm. Belə də gözün bilirsən. Bağışlamayacağım. Əsas odur ki, dərakəli şəxslər sizi sevir. Çox-çox sağ olun, var olasınız. User heç kimin başı üçün deyil, o dediyi sözün arxasında durmaq. Özünüz bildiniz də nəyi deyirəm. Burada mən görürəm, onu izləyicilər görmür, filtrlənmiş mesajdadır. Amma ki, yəni o heç kimin başı üçün deyil. Bildiniz mən nəyi deyirəm. Bəli Gülay xanım, bəli. Əxlaqdır. Çünki o ilə öz dilində danışmaq lazım idi. Ona görə də paylaşım eləmişdi də Səidə
Ermənistanın xüsusi birinci ailənin hansı bölgədəndir? Deməli, birinci ailəm qərb bölgəsindəndir, ikinci ailəm şimal bölgəsindəndir, üçüncü ailəm cənub bölgəsindəndir, dördüncü ailəm də şərq bölgəsindəndir. Beşincini də görək də yağ qismət hardan taparıqsa. Özü ağılda olan kimisə sözünə inanıb. Belə şey yoxdur, Allah'ın dostu. Bəyəm, mən neçə dəfə ərə getmişəm ki, mən birinci ailəm hardası olsun, ikinci ailəm hardası olsun. Boş-boş danışanlara fikir. Mediatürkdən çıxdım. Niyə çıxdım? Çünki öz kanalımı qaldıra bilmirəm orada. Günün çox hissəsində orada oluram ona görə. İndi studiya qurulandan sonra artıq səhərdən axşama qədər ən azı 3-dən veriliş öz kanalında verəcəm ona görə. Yoldaşım Qafanlı deyil, yoldaşım Akstafadandır. Məsələn, təhqirlə tənqid sözünü ayırt edə bilməyən adamlara cavab vermirəm. Üzürlü sayın. Günay xanım DTV-də işləyənlər o Kim ki Rəqsaniyə məlumat vermişdi. Tapa bilmirlər adamı, telefonları sönlüdür. Heç birində tapa bilmirlər. Axtarışdalar yeri gəlmişkən. Yerlərini bilirsinizsə, deyin də bir gəlsinlər dediklərini bizim də üzümüzə desinlər, görək. O gün Tolikin efirində dedilər ki, bizə o məlumatı verən adamların telefonuna zəng çatmır, axtarıq, tapa bilmirik. Heç olmasa siz bilirsinizsə, çıxardın ortalığa. Gəlsinlər, desinlər, biz də belə qulaq asaq görə. Biz nə vaxt pis adam olmuşuq görəsən. Barışmısınız? Mən heç kimlə barışmamışam. Siz lap çox istəyirik. Çox sağ olun. Məmmədova təşəkkür edirəm. Qızımın adı Səidədir. İndi deyirsiniz, ağsaqqala niyə elə dediniz ağsaqqala? Ağsaqqalın danışığına qulaq astınız, yoxsa paylaşımını görmürsünüz? Birinci siz baxın ağsaqqalın paylaşımına. Ondan sonra, zəhmət olmasa, mənə gəlin deyin ki, siz səhv demişsiniz. Ağsaqqal sizə tərif deyib, siz onu tənqid eləmişsiniz. Sən sevənlər daha çoxdur. Sizi işdən kənarlaşdırırlar. Valla öz kanalımda bilməm. Öz kanalımdan bəlkə çıxardıblar özümü. Özümü bəlkə çıxartmışam, bilmirəm valla. Ola bilər, hər şey ola bilər. Artıq heç nəyə heç istəmirəm. Nə? Larisa yazıb ki, düşməndə gərək mərd olsun. Bəli. Mən qulaq astım, məni səssiz atdı. Siz mərd qadınsınız. Kim səssiz atdı, bilmirəm. Bəli, hər saç ağarına ağsaqqal demirlər. Tənqid edirsən, mənə tənqid elə. Mən demirəm ki, niyə tənqid edir? Sən mənə təhqir eləyirsən. Və o təhqiri də orada məsələn üzvə deyəcəkdim, bəli. Yenə də deyirəm. Demirsiniz ki, Ermənistan xüsusi xidmət orqanlarına işləyir Səidə. Mən buradan deyirəm ki, şübhələnirəm. Bizim hüquq mühafizə orqanları eşitsin. Mən dedim ki, buradan çıxıb, gedib mənimlə bağlı, hüquq mühafizə orqanlarına şikayət eləməsən, heç kişi deyilsən. Bu təhqir deyil. Mən ona dedim ki, yaxşı kişi olmağı sübut eləmək üçün qapı açıram sənə. Get ver də, nə oldu? Siz mənim vaxtım yoxdur. Vaxtın yoxdur, bəs nə qələt eləyib paylaşırsan orada? Sən kimi ixtiyar versən, mən orada təhqir eləyirsən. Elədiyin təhqirə görə də bəli, cavabı alacaqdın. Bu qədər. İndi siz mənə qınayırsınız. Ağsaqqalla siz elə danışdınız. Ağsaqqal danışığını bilməyəndə, ağsaqqal danışığını bilməyəndə elə olur. YouTube kanalında deyir. Səidə Bəkir qızında ruhi xəstəliyin əlamətləri var. Xəstə elədi, məni ruhi xəstə. Ondan sonra deyirlər ki, aslanın erkəyə dişisi olmaz. Amma mən deyərdim ki, donuzun erkəyə dişisi olmaz. Donuz deməklə təzədən neyniyir? Mənə bir də güya öz aləmində erməni eləyir. Hamısını yedi orada sözünü, hamısını yedi. Mən elə deməmişəm, mən elə nəzərdə tutmuşam. Mən bağışlayaram ona. Onu gördürəm. Hər kəs cavab verəcəyi qədər danışsın. Necə ki, mən danışıram, deyirsiniz, dəhşət danışdın. Dəhşət danışmam, o qədər danışıram ki. Mən onun hesabatını da verə bilim sabah. Bunlar açıblar, hər bir dənə səhifəsi var. Və solama kimin ağzına nə gəlir, danışır orada. Kimin ağzına nə gəlir, danışır orada. Bəsdirin də. Sən necə partiya sədrisən? Sənin özünün əxlaqın yoxdur. Sən necə partiya sədrisən? Sən necə professor, dossentsən? Q.C.
Pis söz demədim ki, dedim onda sizin evinizdəkilər q.cıqlardı. O dedi ki, necə istəyirsiniz, elə də bilinsəydi xanım. O abrını qorumadı. O dedi ki, ay dedim, daş qayıya rast gəlib nətər olacaq? Abrını qorumadı. Abrı kişi Facebook hesabında q.cıq yaza bilməz. Yaza bilməz abrı kişi. Bir kişi özünü onu yaraşdırırsa, demək ki, onun abrı yoxdur. Sadəcə orada, bəli, utandığından belə dayandı ki, nətər olacaq, nətər olacaq. O bilmədi axı, mən İranla bağlı faktları göstərəcəm. Yeri gəlmişkən göstərdim baş sağlığını da, bizi aşağılayan Amuli ilə dostluqlarını da, şəklin filanını verdim. Hamısı, indi mənə kitab veriblər onun İranla əlaqələri. Bütün kitabda öz əksini tapır. Dünən veriblər kitabı mənə. Yəni, onu demək istəyirəm ki, onu yazan adamlar bilməlidir ki, bəli, onun ardından cavab verəcəklər. Mən nə qədər sustum, dayandım, keçdim. Sonra başa düşdüm ki, susmaqla insanları anlatmaq olmur. Ya, mütləq onlara öz dillərində cavab verməlisən. Başqa cür mümkün deyil. Mən də öz dilində cavab verdim ona. Məsəl üçün, mənə deyir ki, mən sənə heç qadın gözü ilə baxmıram, amma sən qadınsan, sən qadınsan. Mən də ona efirdə deyirəm ki, bəli, mən açıq-saçıq geyinmirəm deyəsən, mən qadın gözü ilə baxa bilməsin deyir. Fikrinizi başa düşdüm, Səidə xanım, fikrinizi başa düşdüm. Ki, öz aləmində mənə söz atır da. Ona görə dedim ki, başından böyük danışma. Saçma hörmət elə. Mənə qınadılar, o kişi ilə danışığına bax, kişinin danışığını vermirlər. Səidənin danışığını verirlər. Deyirəm ki, başından böyük danışma, ağzından çıxan kəlməyə hörmət elə. Nə həyasız aparıcıdır. Ağsaqqalın danışığına bax. Ağsaqqal bundan öncə nə deyibsə, heç kimə maraqlı deyil. Səidənin dediyi cavab maraqlıdır. Bilirsiniz niyə? Çünki Akifin adamları idilər, öz aləmlərində məni aşağılayırlar. Amma inanın ki, onlar da heç nə eləyə bilmədilər. İnanın ki. O dediyi sözün cavabını almalıydı, bir mənalı şəkildə aldı da. Və bundan sonra ömrü boyu Səidə adını tuta bilməz. Bəlkə də dədəm yaşındadır. Baxın, Qarabağ üçün bir addım da atmayıb. Bir güllə atmayıb Qarabağ üçün, bir güllə. 30 ildir Qarabağ adında qurduğu hərəkatın pulunu yeyir. 30 ildir. Mən xəstəyəm, mən dəliyəm, mən gicəm. Necə olur? Necə olur? Mən ona görə deyirəm ki, maskalanmayın da, çıxardın da maskavızı da, çıxardın maskavızı. O, yendirəm, 5-6 nəfər onu bunu allada bilər də. Nə allada bilməz axı. Sən Qarabağ üçün neynəmsən? Qarabağ hərəkatı, azadlıq hərəkatı yaratmışam. Neynəmsiz? Heç nə yığılıb oturmuşuq Bakıda, qrant almışıq, yemişik. Ayıb deyil. Mənə də aşağılayır ki, güya mən oranı sevmirəm. Sən mənim sevdiyimin 1%-ni Qarabağı sevmirsən. 1%-ni. Kənan bəy görmədim. O nə demişdi ki, o Facebook sosial şəbəkəsində mənə çox pis şəkildə təhqir eləmişdi. Çox pis. Səidə erməni.